Hətta içkinin haram olmasının bir səbəbi də ağlı başdan aldığı üçün Allah-u Teala spirtli içkini haram edib. Çünki içki içən kimsə, spirtli içki içən kimsənin ağlı başında olmaz. Ağlını bir növ içki, o spirtli içki örtür. Ağılsız olur. İçkinin haram olmasının, qadağan olunmasının bir səbəbi də ağlı başdan aldığı üçün Allah-u Teala bunu qadağan edib. Bu da İslamın ağla önəm, əhəmiyyət verdiyini göstərir. Əgər Allah-u Teala içkini, spirtli içkini qadağan edibsə, Allah demək ki, bizim ağlımıza önəm verib, əhəmiyyət verib. Ağla dəyər, qiymət verib. Çünki ağlı başdan alır içki. Sərxoş adamın etdiyi hərəkətlərini bir videoya, bir kameraya çəksən, daha sonra ona göstərsən, əsasən toylarda sərxoş olan kimsə ayıq vaxtı daha sonra özünə baxır, hətta bu sualı verir. Həqiqətən bu mənəmmi? Mənim xəbərim yoxdur bu hərəkətdən. Bunları mənmi demişəm, bunları mənmi etmişəm? Niyə? Çünki həmin vaxtı ağlının üstünü içki örtmüşdü. Bu nöqteyi nəzərdən içkinin haram qılınması əslində Allahın ağla önəm verdiyini göstərir, ağla dəyər verdiyini göstərir.